Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə qaynanamın ad gününə necə hazırlaşdığımı vlog halında bölüşmək istədim. Belə videolar sizlər üçün maraqlıdırsa, kommentlərdə yazın, bəyənin, takib atın. Əvvəlcə burada puluvu hazırlığını görürəm. Birinci, sonra isə keçirəm salatları hazırlamağa. Aşı dəmləyirəm. Sonra isə yavaş-yavaş salatları doğrayırıq. Burada isə aluqa hazırlayıram. Və siz qaynananızın ad gününə necə hazırlaşırsınız? Biz bu dəfə sürpriz eləmişdik. Ona görə dedim belə hazırlıq görüm. Mən 3 cür salat hazırlamışdım. Biber salatı, nar salatı, bir də kələm salatı hazırlamışdım. Aşağı üzərdəmə saldım. Salatlarım artıq hazırdır. Bilinçikləri də bir gün qabaqcadan hazırlamışdım. Burada iki tərəfini qızardıb servis eləyirəm. Ən axırda isə qabları yuyub keçirəm stulu bəzəməyə, düzəltməyə. Qabları yaxşıca yuyduqdan sonra keçdim stulu düzəltməyə. Stolum artıq hazırdır. Qonaqlarım gəlmişdi. Belə bir stol hazırladım. Sonra isə də çay süfrə, ən axırda da çay süfrəmiz bu formada alındı və siz ad gününü necə qeyd edirsiniz, kommentlərdə yazın, bəyənirsinizsə like eləməyi unutmayın.